Dəvətnamə alan şəxsin çıxış yolları haqda çox fikirləşmək lazım gəlmir. Ya getmirsən, ya pul göndərirsən, ya da səni sahib dəvət edənlərin sevincinə şərik çıxırsan məclisdə iştirak edərək. Bu dəfə toya dəvət edənlər çıxış yollarını özləri göstəriblər. Sosial şəbəkələrdə yayılan toy dəvətnaməsi hər kəsi təəccübləndirib. Övladının toyuna dəvət edən şəxs ənənəvi dəvətdən fərqli olaraq gəlməmək müqabilində qonağına təklif də verib. Gələ bilməsəniz 100 manat da göndərə bilərsiniz. Qafqaz İnfoda məsələ ilə bağlı restoranla əlaqə saxlanılıb. Restoranın sahibi bildirib ki, sosial şəbəkələrdə yayılan dəvətnamənin fotosundan xəbərdardır. Həmin tarixdə keçirilən toy mərasiminin səbəbkarı olan bəylə əlaqə saxlamışıq. Bəy bizə deyib ki, dəvətnaməni dostu anar zarafat etmək məqsədi ilə hazırlayıb. Biz düşünürük ki, bu restoranın nüfuzuna xələl gətirəcək bir hadisədir. Ona görə də məsələni polis araşdıracaq. İnşallah da ki, adi zarafat toy sahibi və onun dostuna baha başa gəlməz.